Steve Jobs, Apple şirkətinin həm təsisçisi 1955-2011. Texnologiya dünyasının ən simvolik simalarından olan Steve Jobs, Macintosh, iPod, iPhone, iPad kimi məhsullarla sadəcə texnologiyanı yox, gündəlik həyatı da yenidən dizayn etdi. Dizayna, innovasiyaya və istifadəçi təcrübəsinə verdiyi önəmlə fərqini ortaya qoyan Jobs, ənənəvi təhsil sisteminin xaricinə çıxaraq öz yolunu yaratmış və fərqli düşün fəlsəfəsini mənimsəmişdir. 2005-ci ildə Stanforddakı unudulmaz nitqində o, həyatda nöqtələri birləşdirmək, sevdiyiniz işi tapmaq, uğursuzluqlardan güc almaq və bənzər mövzulara toxunur. Pixar, Next, Apple kimi şirkətləri qurması və yaradıcılığı ilə tanınan və həmişə öyrənməyə ac olan Steve Jobs bu mənada gənclərə belə bir çağırış edir. Ac qalın, axmaq qalın. Vaxtınız məhduddur. Ona görə də onu başqasının həyatını yaşayaraq boşuna sərf etməyin. Doqma ilə, başqa insanların düşüncəsinin nəticələri ilə yaşamayın. İmkan verməyin ki, başqalarının fikirlərinin səs-küyü öz daxili səsinizi boğsun. Nöqtələri birləşdirmək. Stanford Universiteti 2005-ci il. Düzünü desəm, mən heç vaxt universitet bitirməmişəm. Məzun olmağa ən çox yaxınlaşdığım an, bax elə indi, siz məzunlarla birlikdə olduğum andır. Bugün sizə həyatımdan 3 hekayə danışmaq istəyirəm. Vəssalam, sadəcə 3 hekayə. Birinci hekayə nöqtələri birləşdirməklə bağlıdır. Mən Reed kollecinə daxil olduqdan 6 ay sonra təhsilimi yarımçıq qoydum. Amma kollecdən tam ayrılmazdan əvvəl təxminən il yarım ərzində qeyri-rəsmi dinləyici kimi bəzi dərslərə gedib gəlirdim. Soruşa bilərsiniz, bəs təhsili niyə atdım, universitetə niyə davam etmədim? Hər şey mənim dünyaya gəlməyimdən öncə başlayıb. Bioloji anam gənc bir magistr tələbəsi idi və məni övladlığa vermək qərarına gəlmişdi. İstəyirdi məni ali təhsilli insanlar övladlığa götürsünlər. Buna görə də bir vəkil və onun həyat yoldaşı ilə razılığa gəlmişdi. Amma bu yeni valideynlərim mən doğulan ərəfədə qız uşağı istədiklərinə qərar verib məndən imtina etdilər. Bu səbəbdən övladlığa götürmək üçün növbədə olan indiki valideynlərimə gecə yarısı zəng edilib, bir oğlan uşağımız var, istəyirsiniz? Onlar da əlüstü deyiblər, əlbəttə. Bioloji anam öyrənəndə ki, məni övladlığa götürmək istəyən anam heç vaxt kolleci bitirməyib, atam isə heç orta məktəb məzunu da deyil, müqaviləni imzalamaqdan imtina edir. Yalnız onlar məni mütləq kollecə göndərəcəklərinə söz verəndən sonra bioloji anam nəhayət razılaşır. 17 il sonra mən həqiqətən də kollecə getdim. Amma sadəlövhlük edib az qala Stanford qədər bahalı olan Reed kollecini seçdim. Orta təbəqəyə aid olan valideynlərimin o vaxta qədər topladığı bütün pullar mənim təhsil haqqıma xərclənirdi. 6 aydan sonra bunda heç bir məntiq görmədim. Həyatda nə etmək istədiyim barədə heç bir fikrim yox idi və kollecin bunu anlamaqda mənə necə kömək edəcəyini də bilmirdim. Üstəlik ailəmin illər boyu zəhmətlə yığdığı pulu da boşuna xərcləyirdim. Beləliklə təhsili atmaq qərarına gəldim və hər şeyin birtəhər yoluna düşəcəyinə inanmağa çalışdım. O vaxt bu çox qorxulu idi, amma indi geriyə baxanda bunun çox doğru qərar olduğunu görürəm. Təhsili atarkən məcburi dərslərə getməyi dayandıra bildim və daha maraqlı görünən dərslərə qeyri-rəsmi qatılmağa başladım. Bu, göründüyü qədər də romantik deyildi. Yataqxanada yerim yox idi, ona görə də dostlarımın otağında döşəmədə yatırdım. Yemək pulu üçün Coca-Cola şüşələrini yığıb, hər birini 5 sentdən təhvil verirdim. Həftədə bir dəfə doyunca yemək yemək üçün bazar günlərinin axşamı şəhərin o biri başına Hare Krishna məbədinə 7 mil, təxminən 11 kilometr yol ölçürdüm. Doğrudan da gözəl günlər idi. Marağımın və intuisiyamın ardınca gedirdim və bu yolda qarşıma çıxan bir çox şeylər sonradan mənim üçün əvəzsiz oldu. Bir misal çəkim. O zaman Reed kolleci bəlkə də ölkənin ən yaxşı xəttatlıq, kalligrafiya tədrisini təklif edirdi. Bütün kampus boyunca hər afişa, siyirmələrdəki hər etiket əllə gözəl kalligrafiya ilə yazılmışdı. Təhsili atdığım və məcburi dərslərə getmədiyim üçün
kalliqrafiya dərsinə qatılmaq qərarına gəldim. Mənə maraqlı gəlirdi. Bunu necə etdiklərini öyrənmək istəyirdim. Serif və sans-serif şriftləri, fərqli hərf birləşmələri arasındakı boşluqların dəyişdirilməsi, tipoqrafikanın nəyin gözəl etdiyi barədə çox şey öyrəndim. Bu, tarixi və bədii cəhətdən incə bir sənət idi və mən bunu çox cəlbedici hesab edirdim. Bunların hər hansı birinin həyatımda praktik tətbiqi olacağına dair heç bir ümidim olmasa da 10 il sonra biz Macintosh kompüterini dizayn edərkən hər şey yadıma düşdü və biz bütün bunları kompüterin dizaynına daxil etdik. Bu, gözəl tipoqrafikaya malik ilk kompüter idi. Əgər mən kollecdə o dərsə qatılmasaydım, Mac heç vaxt çoxsaylı və mütənasib aralıqlı şriftlərə sahib olmazdı. Elə Windowsda hər şeyi sadəcə Mac-dan köçürmüşdü deyə çox güman ki, heç bir fərdi kompüterdə belə şeylər olmayacaqdı. Əgər təhsili atmasaydım, kalliqrafiya dərsinə heç vaxt qatılmayacaqdım, fərdi kompüterlər də indiki kimi gözəl tipoqrafikaya malik olmayacaqdı. Əlbəttə, kollecdə olarkən nöqtələri irəliyə baxaraq birləşdirmək mümkün deyildi. Lakin o il sonra geriyə baxanda hər şey çox aydın idi. Bir də deyirəm, nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiniz. Onları yalnız geriyə baxarkən birləşdirmək olar. Ona görə də inanmalısınız ki, nöqtələr gələcəkdə necəsə birləşəcək. Nəyəsə güvənməlisiniz. Öz daxili hissiyatınıza, taleyinizə, həyata, karmaya, nə olursa olsun. Çünki nöqtələrin yolda necəsə birləşəcəyinə inanmaq sizə ürəyinizin ardınca getmək, qəlbinizin səsini dinləmək üçün inam aşılayacaq və bu inam böyük fərq yaradacaq. İkinci hekayəm sevgi və itki haqqındadır. Mən bəxtəvər idim. Həyatda nəyi sevdiyimi erkən tapdım. Valideynlərimin qarajında dostum Vozla işə başlayanda 20 yaşım var idi. Biz çox çalışdıq və 10 il ərzində Apple qarajdakı 2 nəfərdən 4000-dən çox işçisi olan 2 milyard dollarlıq bir şirkətə çevrildi. Ən yaxşı yaradıcılığımız olan Macintoshu bir il əvvəl təqdim etmişdik və mənim təzəlikcə 30 yaşım tamam olmuşdu. Sonra mən oradan qovuldum. Bəs insan öz qurduğu şirkətdən necə qovula bilər? Deməli belə, Apple böyüdükcə şirkəti mənimlə birlikdə idarə etməsi üçün çox istedadlı hesab etdiyim birini işə götürdük. Təxminən bir il müddətində hər şey yaxşı gedirdi. Lakin sonra şirkətin gələcəyi ilə bağlı baxışlarımız fərqlənməyə başladı. Nəhayət aramız tamamilə dəydi. Bu baş verəndə direktorlar şurası onun tərəfini tutdu. Beləliklə, mən 30 yaşımda işdən kənarda qaldım, özü də çox səs-küylü şəkildə. Bütün yetkin həyatım alt-üst olmuş, hər şey əlimdən çıxmışdı. Bir neçə ay həqiqətən nə edəcəyimi bilmədim. Əvvəlki nəslin sahibkarlarını ruhdan saldığımı hiss edirdim. Estafeti mənə ötürdükləri halda onu əlimdən salmışdım. Çox açıq şəkildə uğursuzluğa düçar olmuşdum. Hətta vadidən, Silikon vadisindən qaçmağı belə düşünürdüm. Amma yavaş-yavaş nəsə mənə aydın olmağa başladı. Mən hələ də etdiyim işi sevirdim. Şirkətdə baş verənlər bunu zərrə qədər dəyişməmişdi. Rədd edilmişdim, amma hələ də gördüyüm işi sevirdim. Beləcə yenidən başlamaq qərarına gəldim. O zaman bunu anlamasam da sonradan məlum oldu ki, Apple şirkətindən qovulmaq başıma gələ biləcək ən yaxşı şey imiş. Uğurlu olmağın ağırlığı hər şeydən daha az əmin olan, başlanğıc səviyyəsindən başlayan biri olmağın yüngüllüyü ilə əvəz olundu. Bununla da həyatımın ən yaradıcı dövrlərindən birinə qədəm qoydum. Bu yeni mərhələdə növbəti 5 il ərzində Next adlı bir şirkət, ardınca Pixar adlı başqa bir şirkət qurdum və sonradan həyat yoldaşım olan ecazkar bir qadına aşiq oldum. Pixar dünyanın ilk kompüter animasiyalı bədii filmi olan oyuncaq hekayəsini Toy Story yaratdı və indi dünyanın ən uğurlu animasiya studiyasıdır. Hadisələrin qeyri-adi dönüşü ilə Apple Next-i satın aldı və mən yenidən şirkətə geri qayıtdım. Next şirkətində üzərində çalışdığımız texnologiya Apple şirkətinin mövcud dirçəlişinin əsasını təşkil edir. Aşiq olduğum qadın Laurenlə bizim gözəl bir ailəmiz var. Əminəm ki, şirkətdən qovulmasaydım, bunların heç biri baş verməzdi. Bu acı bir dərman olsa da güman edirəm ki, xəstənin buna ehtiyacı var idi. Bəzən həyat bizi bu cür sınaqlara çəkir. İnancınızı itirməyin.
Əminəm ki, məni davam etməyə vadar edən yeganə şey gördüyüm işi ürəkdən sevməyim idi. Ürəkdən bağlandığınız işi tapmalısınız. Bu işinizə aid olduğu qədər sevgi həyatınıza da aiddir. İşiniz həyatınızın böyük bir hissəsini dolduracaq və işinizdən həqiqətən məmnun olmağın yeganə yolu əla iş hesab etdiyiniz şeyi görməkdir. Əla iş görməyin yeganə yolu isə gördüyünüz işi ürəkdən sevməkdir. Əgər hələ onu tapmamısınızsa, axtarmağa davam edin. Kifayətlənməyin. Qəlblə bağlı bütün məsələlərdə olduğu kimi onu tapanda biləcəksiniz və hər hansı əla münasibət kimi illər keçdikcə o daha da yaxşılaşacaq. Ona görə də axtarışa davam edin. Üçüncü hekayəm ölüm haqqındadır. Təxminən 17 yaşım olanda bir kəlam oxudum. Əgər hər günü son günün kimi yaşasan, nə vaxtsa mütləq haqlı çıxacaqsan. Bu sözlər məndə müəyyən təəssürat yaratdı və o vaxtdan bəri son 33 ildə hər səhər güzgüyə baxanda özümdən soruşmuşam. Əgər bu gün həyatımın son günü olsaydı, hazırda görmək istədiyim işi həqiqətənmi görmək istəyərdim? Və nə vaxt ki, cavab dalbadal bir neçə gün xeyr olub, bilmişəm ki, nəyisə dəyişməliyəm. Öləcəyimi yada salmaq həyatda böyük seçimlər etməyimə kömək göstərən ən vacib vasitədir. Çünki hər şey, bütün gözləntilər, təkəbbür, xəcalət duyğusu və ya uğursuzluq qorxusu ölüm qarşısında sadəcə yoxa çıxır və yalnız həqiqətən vacib olanlar qalır. Öləcəyinizi xatırlamaq sizi itirəcəyiniz şeylərin olduğunu düşünmək tələsindən uzaqlaşdıracaq. Bu, həmin tələyə düşməməyin ən yaxşı yoludur. Yəni, siz onsuz da çılpaqsınız. Ürəyinizin ardınca getməmək, qəlbinizin səsini dinləməmək üçün heç bir səbəb yoxdur. Təxminən bir il əvvəl mənə xərçəng diaqnozu qoyuldu. Səhər saat 7:30-da müayinədən keçdim, mədə-altı vəzimdə şiş aydın görünürdü. O vaxtlar mədə-altı vəzinin nə olduğunu heç bilmirdim. Həkimlər belə izah etdilər ki, bu demək olar ki, müalicəsi olmayan bir xərçəng növüdür. Belə anladım ki, təxminən 3 aydan 6 aya qədər ömrüm qalıb. Həkimin mənə evə getməyi və işlərimi qaydasına salmağı məsləhət gördü. Bu, həkimlərin ölümə hazırlaş mesajını çatdırmaq tərzidir. Bu, o demək idi ki, növbəti 10 il ərzində uşaqlarıma demək istədiyim hər şeyi onlara cəmi bir neçə ay ərzində deməyə çalışmalıyam. Bu, o demək idi ki, ailəm üçün hər şeyin mümkün qədər asan olması üçün bütün işləri qaydasına salmalıyam. Bu, o demək idi ki, vidalaşmalıyam. Həmin axşam biopsiya oldum. Boğazımdan aşağı bir endoskop saldılar, mədəmdən və bağırsaqlarımdan keçirərək mədə-altı vəzimə iynə batırıb şişdən bir neçə hüceyrə götürdülər. Mən sakitləşdirici dərmanın təsiri altında idim. Amma həyat yoldaşım, o da palatada idi. Mənə dedi ki, həkimlər hüceyrələrə mikroskop altında baxanda ağlamağa başlayıblar. Çünki bu, xərçəngin əməliyyatla müalicə edilə bilən çox nadir bir növü imiş. Mən əməliyyat olundum və şükürlər olsun ki, indi yaxşıyam. Bu, mənim ölümə ən yaxın olduğum an idi və ümid edirəm ki, daha bir neçə 10 illik ərzində ölüm mənə bu qədər yaxın gəlməyəcək. Bu təcrübəni yaşamış biri kimi indi bunu sizə daha əminliklə deyə bilərəm. Heç kim ölmək istəmir. Cənnətə getmək istəyən insanlar belə ora çatmaq üçün ölmək istəmirlər. Və hələ də ölüm hamımızın paylaşdığı bir təyinat nöqtəsidir. Heç kim ondan yaxasını qurtara bilməyib və bu belə də olmalıdır. Çünki ölüm çox güman ki, həyatın ən yaxşı ixtirasıdır. O, həyatın dəyişdirici amilidir. Yeniyə yol açmaq üçün köhnəni təmizləyir. Hazırda isə yeni sizsiniz. Lakin müəyyən bir müddət sonra, çox da uzaq olmayan gələcəkdə, siz də tədricən köhnə olacaq və təmizlənəcəksiniz. Bu qədər dramatik olduğum üçün üzr istəyirəm. Amma neynəmək olar? Hamısı gerçəklikdir. Vaxtınız məhduddur. Ona görə də onu başqasının həyatını yaşayaraq boşuna sərf etməyin. Dogma ilə, başqa insanların düşüncəsinin nəticələri ilə yaşamayın. İmkan verməyin ki, başqalarının fikirlərinin səs-küyü öz daxili səsinizi boğsun. Ən başlıcası isə ürəyinizə və intuisiyanıza tabe olmaq cəsarətinə sahiblənin. Onlar sizin həqiqətən nə olmaq istədiyinizi onsuz da bilir. Qalan hər şey ikinci dərəcəli məsələdir. Mən gənc olanda The Whole Earth Catalog adlı heyrətamiz bir nəşr var idi.
Bu mənim nəslim üçün bibliyalardan biri idi. Onu burada Menlo Parkda yaşayan Stuart Brand yaratmış, öz poetik toxunuşu ilə ona can vermişdi. Bu, kompüterlər və masaüstü çap alətlərinin mövcud olmadığı 1960-cı illərin sonlarına aiddir. Onda hər şey yazı makinaları, qayçı və polaroid kameralarla hazırlanırdı. Bu jurnal hələ 35 il sonra yaranacaq Google-ın bir növ kağız versiyası idi. Stuart Brand idealist idi. Öz komandası ilə əvvəlcə jurnalın bir neçə nömrəsini, daha sonra isə layihəni sona çatdırıb yekun nömrəni nəşr etdi. 1970-ci illərin ortaları idi və mən sizin yaşınızda idim. Yekun nömrənin arxa üzündə səhər tezdən çəkilmiş kənd yolunun şəkli vardı. Şəklin altında da bu sözlər yazılmışdı. Stay hungry, stay foolish. Bu onların vida mesajı idi. Ac qalın, axmaq qalın. Və mən həmişə özümə bunu arzulamışam. İndi siz məzun olub yeni həyata başlayarkən sizə də eyni şeyi arzulayıram. Ac qalın, axmaq qalın.